Müharibə başlayarkən strateji hədəf bir idi. O da ondan ibarət idi ki, İranın nüvə silahına malik olan potensialını sıfıra indirmək. Yəni, İran illərlə geri atılsın, daha o nüvə silahını hazırlamaq imkanı əldə etməsin. Müharibənin gedişatında artıq bir neçə gün ərzində ikinci strateji hədəf ortaya çıxıb. Bu, təkcə nüvə silahı deyil, həm də ki, axıran dediyim kimi çoxlu sayda həm pualar, həm də ki, raketlər hərbi gücünü zəiflətmək. Və burada raketlərdən istifadə edir, qanadlı raketlərdən istifadə edir. Və belə olan vəziyyətdə onun raket potensialını və PUA istehsal potensialını ləğv etmək ikinci hədəfdir. İsrail bunu öz-özünü ciddi təhlükə hesab edir. Və nəhayət üçüncü hədəf haqqında söhbət gəzməyə başlayır. Əvvəla bu hədəfdən söhbət getmirdi. İndi üçüncü hədəf isə İrandakı siyasi hakimiyyətin devrilməsinə bağlıdır. Hətta İranın ali dini rəhbərinin öldürülməsinə qədər deməli planlardan söhbət gedir və bunu həm də bu gizli məsələ deyil. Birləşmiş Ştatların prezidenti Donald Trump özünün sosial şəbəkəsində yazır ki, hələ ki biz İranın ali dini rəhbərini öldürmürük. Amma bunun yerləşdiyi məkanı bilirik. Bu Tehranın şimal-şərqidir. Buna kimi yazırlar. Amma biz hələ ki öldürmürük. Yəni hələ ki, şans veririk kimi ifadələr. Və bunun qarşılığında söyləyir ki, İran tərəfi, İran siyasi hakimiyyəti deməli kapitulyasiya haqqında imza atmalıdır. Tam kapitulyasiyadan söhbət gedir. Belə olan vəziyyətdə ali dini rəhbər sağ-saxlanana bilər kimi mesajlar ünvanlayır. Bunun qarşılığında İran İslam Respublikasının ali dini rəhbəri Xamneyi isə, Ayətullah Xamneyi isə cavab verib ki, biz heç bir kapitulyasiya qəbul etmirik. Biz heç bir bizə diktə olunmuş sülhü və bizə diktə olunmuş məğlubiyyəti qəbul etmirik. Sona qədər döyüşəcəyik və biz qalib gələcəyik kimi bərək yanaşmalar. Yəni, fikir verirsiniz, heç bir tərəfin kompromisə getməsindən söhbət getmir. Bu halda, bilirsiniz ki, Sankt-Peterburg şəhərində Rusiya prezidenti Vladimir Putin dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərlə görüş keçirdi. 2 saatlıq sual-cavab oldu. Bu arada suallardan biri, xarici jurnalistlərdən suallardan biri çox ağır sual oldu, çox çətin sual oldu. Sual da belə idi ki, əgər Birləşmiş Ştatlar, İsrail, İran İslam Respublikasının ali dini rəhbərini sıradan götürərsə, yəni onu öldürərsə, bu halda Rusiya hansı addım atacaq davranışı? Və Putin bütün bu 2 saat ərzində verilən sualların hər birinə geniş, ətraflı cavab verirdi. Yeganə bu sual oldu ki, dedi, hətta bu versiyanı biz heç müzakirə etmək belə istəmirik. Yəni, çox kəskin bir ifadə işlətdi. Heç bizim onu müzakirə, bu versiyanın üzərində heç dayanmaq belə istəmirik.